Salam. Sürtünmə qüvvəsi, sürtünmə qüvvəsinin təsiri altında hərəkət, müqavimət qüvvələri mövzusunun testlərinə baxaq. Bütün qüvvələr dinamometr ilə ölçülür, sürtünmə qüvvəsi də təbii ki, dinamometr ilə ölçülür. Üfüqi müstəvidə yalnız sürtünmə qüvvəsi təsir edəndə, yəni aldığı təcil F sürtünmə bölək M, mu mg bölək M bərabərdir mu g olur. Onun sürəti V bərabərdir V0 çıxaq AT, yəni yeni mu g yazıram. Düzdürmü? Bu da Y variantıdır. Sürtünmə əmsalı 0.1 olan yolda dönərkən aldığı təcil. Deməli, A-nın mu g olduğunu yazdıq. Bir də A-nın V kvatı bölək R düsturunu bilirik. Yəni, bizə mərkəzi qaçma təcili soruşulur. Ona görə mu g ilə geçəcək. Çünki mərkəzi qaçma təcili sürtünmə qüvvəsinin təsirindən yaranıbdır. 0.1 vuraq 10 bərabərdir 1. Cavab 1-dir. Sürüşmə sürtünmə qüvvəsi mu n-dir. Mu n-dir. Bunun sürtünmə əmsalının vahidi adsız kəmiyyətdir, yəni ölçü vahidi yoxdur. Bir cismin digər üzərində irəliləmə hərəkət zamanı cisimlərin toxunan səthlər arasında yaranan hərəkətin əksinə yönələn qüvvə sürüşmə sürtünmə qüvvəsi. Çünki burada hərəkəti zamanı yazıbdır. Ona görə sürüşmə sürtünməsi. Amma sükunətli olsaydı C olardı. 7-ci sualda cismin səthə göstərdiyi təzyiq qüvvəsi sürtünmə qüvvəsinə 25 dəfə çoxdur. Yəni Ft bərabərdir 25 F sürtünmədir. Dayağın reaksiya qüvvəsi də sürtünmə qüvvəsinə bərabər olduğu, təzyiq qüvvəsinə bərabər olduğuna görə dayağın reaksiya qüvvəsi də 25 F sürtünmədir. Yəni F sürtünmə mu n-dir. Burada səhvlər yazdıq. 25 n-ə mu n-ə deməli n-in yerinə 25 F sürtünmə. N-in yerinə 25 F sürtünmə yazaq. F sürtünmə bərabərdir mu vuraq 25 F sürtünmə. Deməli, burada F sürtünmələr ixtisar edəndə mu bərabərdir 1 bölək 25. Bu da 0,4 edir. Neçə dəfə çoxdur? Deməli, təzyiq qüvvəsi Ft bərabərdir n-dir və təzyiq qüvvəsi sürtünmə qüvvəsindən neçə dəfə çoxdur? Yəni n bölək F sürtünmə bərabərdir n bölək mu n. 1 bölək mu qalır. 1 bölək 0,25. Bu da 4 edir. C-dir. Üfüqi səthdə təsir edən sürtünmə qüvvəsini hesablayın. Dayağın reaksiya qüvvəsi 25 newtondur. Mumuz varmı? Hə, mumuz 0.2-də aşağıdadır. F sürtünmə mu n-dir. Mu n-dir. 0.2 vuraq 500 bərabərdir 100 newton. 100. A variantı. Tormozlama müddəti hansı ifadə ilə təyin olunur? T tormoz bərabərdir V0 bölək A. Hər tərəfi M-ə vursaq M V0 bölək M A və M V0 bölək F sürtünmə. M V0 bölək F sürtünmə. Niyə görə M A belə deyək, F sürtünməyə bərabər? Çünki yalnız sürtünmə qüvvəsi təsiridir. Tormozlanma yolu S tormoz V0 kvatı bölək 2 A-dır. Hər tərəfə M-ə vursaq M V0 kvatı bölək 2 M-A. M-A'mız F sürtünmədir. M V0 kvatı bölək 2 F sürtünmə. M V0 kvatı bölək 2 F sürtünmə. Bu da A variantıdır. Üfüqi səthdə hərəkət təsir sürtünmə qüvvəsi hansı ifadə ilə təyin olunur? Mu mg-dir. Üfüqi səth üzərində sükunətli olan cismə təsir edən sükunət sürtünmə qüvvəsinin maksimal qiyməti mu mg. Demək, bu da hərəkətdə olan idi. Hərəkətdə cismə, bu isə sükunətdən ən böyük yenə hərəkətdir və mu m-dən asılı deyil D variantı, mu s-dən asılı deyil B variantı. Üfüqi səth boyunca V sürəti ilə hərəkət edən cismə təsir edən sürtünmə qüvvəsi hərəkətin əksinədir və belədirsə bu da 1-dir. Y variantıdır. Tormozlanma müddəti biz dedik ki T tormoz bərabərdir M V0 bölək 2 F sürtünmə, bunu aldıq. M V0 da F impuls adlanır, başlanğıc impuls bölək 2 F sürtünmə.
Ona görə də D-dir 17-ci sualda. 18-ci sualda tormoz yolu S, bu da Y kasfı bölü F sürtünmədir. Biz S tormozu V0 kvadratı bölü 2A'dan M V0 kvadratı bölü 2 MA, o da F'e gelmiştik. M V0 kvadratı bölü 2 ise kinetik enerji adlanır. Y K0 adlanır. Ona göre de Y K0 bölü F sürtünmədir. Şagirdlər sürüşmə sürtünmə əmsalını müəyyən edərkən cədvəl tərtib etdilər. Cədvəldəki boş yerə sürtünmə qüvvəsinin hansı qiyməti yazılmalıdır? Bu tənasibdən həll olunur. Demək 0.2-nin 1-ə nisbəti 0.2-dirsə, burada 0.8 olmalıdır ki, 4-ə bölsək 0.2 olsun. Cavab Y-dir. 20-ci sualda hansı fiziki kəmiyyət üfüqi səth üzrə, hansı fiziki kəmiyyət üfüqi səth üzrə hərəkət edən cisimə təsir edən sürtünmə qüvvəsinin cisimlə səth arasında sürüşmə əmsalına nisbətinə bərabərdir. F sürtünmənin müəyyən nisbəti soruşulur bizdən. Sürtünmə qüvvəsinin, bu da səthin reaksiya qüvvəsi də müəyyən nisbəti bizə verir N-i. Cavab səthin reaksiya qüvvəsidir. D-dir. Hansı fiziki kəmiyyət üfüqi səthdə hərəkət edən cisimə təsir edən sürtünmə qüvvəsinin səthin reaksiya qüvvəsinə nisbətinə bərabərdir. Bu da sürtünmə əmsalı olacaq. D-dir. 21-də D. Dircik dinamometrin köməyi ilə üfüqi səthdə bərabər sürətlə hərəkət etdirilir. Dinamometrin göstərişi bərabər sürətlə hərəkət etdirilirsə, sürüşmə sürtünmə qüvvəsidir. B-dir. Taxta üzərində dircik dinamometrin köməyi ilə dağıtılır. Sükunətdə qalsa, sükunət sürtünmə qüvvəsidir. Maşın və dəzgahlarda dircəkli və kürəcikli yastıqlar sürtünmə qüvvəsini azaltmaq üçündür. Cismin maye daxilində üfüqi istiqamətdə hərəkəti zamanı yaranan qüvvə mayenin müqavimət qüvvəsidir. Üfüqi müstəvidə sürtünmə qüvvələri müqayisə edin. Hərəkət edirsə mu mg'dir birinci, bu mu mg'dir. Digər isə mu 2mg'dir. Buna görə 2 dəfə çoxdur birincidən. F2, 2, F1'dir. Və 50 Newton üstündən basırsa, burada mg'miz 200 Newton edir, yəni m'miz 20'dir, j'miz də 10'dur. Və bu da deyir ki, dayağın reaksiya qüvvəsi. Bu sükunətdə olduğuna görə dayağın reaksiya qüvvəsi bu qüvvələri tarazlaşdıran əks qüvvədir. Yəni N 50 ilə 200'ün cəmidir. Bu da 250'dir. Cevap 250'dir. A variantı. Və F yuxarı çəkir. Mg bərabərdir 200 Newton'dur. F'miz də 50'dir. N də yuxarı yönələcək və 200'dən 50'ni çıxsaq 150 edər. N olacaq 150. Yəni yuxarı olan qüvvələrin cəmi aşağı olan qüvvənin cəminə bərabər olmalıdır ki, o sükunətdə qalsın. Sükunətdə qalırsa onu bir dayağın reaksiya qüvvəsi yaranır. Cismin sükunətdə olarsa, bunu qabağa çəkən Fx-dir. F kosinus alfadır və bunu sükunətdə geri çəkən bir sükunət sürtünmə qüvvəsi var. F sükunət sürtünmə qüvvəsi, bu da F kosinus alfadır. Y variantıdır. Verilmiş üfüqi səth üzrə sürüşən cismin kütləsi 2 dəfə artarsa, sürtünmə əmsalı dəyişmir, kütlədən asılı deyil. 80 metr radiuslu döngədə avtomobilin yana sürüşmədən dönə bilməsi üçün, bu da kilometr bölək saat, metr bölək saniyə çevirir. Artıq bunu bilirik ki, 1000'ə vurub 3600'ə bölməklə çeviririk, yaxud da 18'də 5'ə vurmaqla 20 metr bölək saniyə edir. Və bu da R-imizdir. Sürtünmə əmsalı, yəni A bərabərdir V kvadratı bölək R və A bərabərdir mu J. V kvadratı bölək R-i tapaq. 20'nin kvadratı bölək 80. Bu 20 vur 20 bölək 80 bərabərdir 5'dir.
A bərabərdir mü J, mü J'miz bərabərdir 5'e. Bunu hardan tapmışdıq? Sürtünmə qüvvəsini M-ə bölmüşdük, mü MJ-ni M-ə bölmüşdük, tapmışdıq. 5 bərabərdir mü vuraq 10, mü bərabər 0.5 variantı. Kütləsi 5 kilometrin üfüqi səth üzərində hərəkət etdiyini bilək, ona təsir edən sürtünmə qüvvəsini mü MJ düsturundan gedəcək. Mü MJ düsturundan gedəcək. Mü'müz 0.2, M'miz 5, J'miz 10'dur. 0.2'ni 5'e vursaq 1, 1 də 10'a vursaq 10. D variantı. 33-cü sualda başlanğıc sürət 4 dəfə artdıqda tormoz yolu V0 kvadratı bölü 2A'dır. Yəni burada təzil sabit götürülür. A'nın yerini metrə mü J yazırıq biz. Və kvadratına mütənasibdir. 4'ün kvadratı 16'dir. 16 dəfə artır. Sürtünmə misalı 2 dəfə artdıqda yalnız sürtünmə qüvvəsinin təsirlə tormoz yolu S tormoz bərabərdir V0 kvadratı bölü 2A. A'nın yerinə mü J qoyuruq. 2 dəfə artdıqda tərs mütənasibdir. 2 dəfə azalır. Çünki S tormoz mü ilə tərsdir. Yalnız sürtünmə qüvvəsinin təsirlə verilmiş səth üzrə hərəkət edən cismin başlanğıc impulsu 4 dəfə artdıqda artıq biz bu düsturun çıxarışını yazmayaq. S tormoz bərabərdir V0 kvadratı bölü 2A idi, mü J idi, belə deyək. Buradan da V0'ın yerinə P0 bölü M yazsaq, P0 kvadratı bölü 2M kvadratı mü J. İmpulsun kvadratına mütənasibdir. Ümumiyyətcə impuls başlanğıc sürətlə mütənasibdir və sürət artdıqda impuls da artır. Deməli, səth hərəkəti cismin başlanğıc impulsu 4 dəfə artdıqda 4'ün kvadratı 16 dəfə artır. Y variantıdır. Və nəhayət bizim 36-cı sualımız başlanğıc sürəti 4 dəfə azaldıqda tormozlanma yolu bəli. V0 kvadratı bölü 2A'dır. Belə deyək ki, V0 kvadratı bölü 2A, V0 kvadratı bölü 2 mü J'dir və 4 dəfə azaldıqda, yəni başlanğıc sürətin kvadratına mütənasibdir. 4 dəfə azaldıqda 4 dəfə azalar. Verilmiş üfüqi səth üzrə sürüşən cismin kütləsi 2 dəfə artsa, sürtünmə əmsalı dəyişmir. Bu variantı. Yalnız sürtünmə qüvvəsinin təsirlə hərəkət edən cismin başlanğıc kinetik enerjisi yalnız sürtünmə qüvvəsinin təsirlə hərəkət edən cismin başlanğıc kinetik enerjisi 4 dəfə artdıqda tormoz yolu S tormoz bərabərdir V0 kvadratı bölü 2A. O da M V0 kvadratı bölü 2MA. MA'mız da F sürtünmədir. Bu da M V0 kvadratı bölü 2 başlanğıc kinetik enerjidir. YK0 bölü F sürtünmə. Deməli, başlanğıc kinetik enerjisi 4 dəfə artdıqda o da 4 dəfə artır. 4 dəfə artır. 38-ci sual. 39-cu sualda üfüqi səthdə 20 metr bölü saniyə başlanğıc sürətlə 20 metr bölü saniyə başladıqda 4 saniyə sonra dayanmışdır. Sürtünmə əmsalı. Bu da A-nı tapaq. A bərabərdir V0 çıxaq. V də 0 olduğuna görə T'yə 20 bölü 4 bərabərdir 5'ə. A bərabərdir mü J'yə. Mü vuraq 10 bərabərdir 5'ə. Mü bərabərdir 5 bölək 10. 0.5. B variantı. Burada tangens alfa bərabərdir F sürtünmə bölək N mü N bölək N bərabərdir mü Y. Bu da A'dır. Ədədi qiymətçi alfa bucağının tangens alfa həmişə Y-in X-ə nisbətidir. Yəni bu Y oxundakı kəmiyyətin X oxundakı kəmiyyətə nisbətdir. Bu da F sürtünmə bölək müdür. Mü N bölək mü bərabərdir mü N'dir. Tangens alfamız N'dir. C variantıdır. Yalnız sürtünmə qüvvəsinin təsiri ilə üfüqi səthdə bərabər yavaşlayan hərəkət edirsə, S tormoz V0 kvadratı bölü 2 mü J'dir. Yəni burada M'dən asılı deyil. S tormoz
m'dən asılı deyil. S tormoz V0 ilə kvadratik asılıdır. S2 bərabərdir 2'nin kvadratı nə edir? 4S1 edir. Çünki kvadratından asılıdır. 2 dəfə çoxdursa 2V0 bu da V0. O da 4 dəfə çox olacaq. Tormoz yolu isə düz mütənasibdir. S tormoz müddəti V0 bölək μ(j), yəni bu da m'dən asılı deyil. Tormoz müddəti m'dən asılı deyil, amma başlanğıc sürətlə düz mütənasibdir. Yəni T tormoz V0 ilə düz mütənasibdir. 2 birdən 2 dəfə çoxdur deyənə cavab 2 dəfə çox olacaq. Y variantıdır. 44-cü sualda sürtünmə qüvvəsini necə azaltmaq olar? Buzlu yollara qum səpəndə artır, dircəkli yastıqlar azaldır, naxışlı artırır. Deməli, azaltmaq olar. Dircəkli yastıq ikinci. Dircəkli yastığa biz paçevnik deyirik el arasında. Avtomobil təkərlərinin oxlarında olur. Sürtünmə qüvvəsini necə artırmaq olar? Buzlu yollara qum səpəndə, naxışlı təkərlər hazırlayanda artır 1-3. Burada bizə deyir ki, bərabər sürətlə hərəkət edilirsə, deməli KX qüvvəsi ilə μmj qüvvəsi bərabərləşəcək. Cismin kütləsini biz tapmalıyıqsa, m bərabərdir KX bölək nəyə? μj-yə. KX bölək μj-yə. Bu variantıdır. Və üfüqi səthdə paralel istiqamətdə bərabər sürətlə hərəkət edir. Yayın sərtliyi, yəni KX bərabərdir μmj-dir. Və bizim sürtünmə əmsalı μ bərabərdir KX bölək mj-yə. KX bölək mj-yə. Bu variantıdır. Və 48-ci sualda kütləsi m olan maqnit şaquli polad lövhəyə cəzb olunaraq yapışıbdır. Maqnitlər lövhə arasında sürüşmə sürtünmə qüvvəsini tapın deyir. Bunu yuxarı qaldırırsa mj-də aşağıdır. Bu yuxarı qalxırsa F sürtünmə də aşağıdır. Demək F sürtünmə bərabərdir F çıxaq mj-dir. Bizə deyir ki, F qüvvəsinin modunu tapın. F ikisinin cəmidir. F bərabərdir mj üstəgələ F sürtünmədir. mj üstəgələ F sürtünmədir. Bu da C variantıdır. Kütləsi m olan maqnit şaquli polad lövhəyə cəzb olunaraq yapışıbdır. Maqnit lövhələr arasında sürtünmə qüvvəsi F sürtünmə olarsa, aşağı hərəkət etdirirsə, bu da mj-də aşağıdır. Sürtünmə onda yuxarı olacaq. Bu aşağı düşürsə, F sürtünmə yuxarı olacaq. mj-də aşağı olduğu üçün, deməli burada F sürtünmədən daha böyükdür. F sürtünmə ikisinin cəmidir. mj üstəgələ F-ə. F də bərabərdir F sürtünmə çıxaq mj-yə. Deməli, F bərabərdir F sürtünmə çıxaq mj. A variantıdır. Üfüqi müstəvidə bərabər sürətlə fırlanan disk üzərində cisim diskən əsas sükunətdədir. Sükunət sürtünmə qüvvəsi 4-dür. D variantı. Cisimə təsirin sükunət sürtünmə qüvvəsi hərəkətin çevrənin mərkəzinə götürür hər zaman. D. Burada da sükunət sürtünmə qüvvəsi yenə 4 idi. Çevrənin mərkəzinə. Çevrə hərəkətdə sükunət sürtünmə qüvvəsi çevrənin mərkəzinə doğrudur. μ bərabərdir F sürtünmə bölək F təzyiq, yəni F təzyiq həm də dayağın reaksiya qüvvəsinə bərabərdir. 3-ünkü böyükdür μ3-ünkü. μ1 ilə μ2 bərabərdir. 3 böyükdür. Yuxarı olduğuna görə 1 ilə 2 bərabərdir. 53-cü sualda da eyni qaydada 1 ilə 2 bərabərdir. Böyüklər 3-dən. B variantı. 54-cü sualımızda bunu bax, yuxarı səthə çıxır 3 mj. Burada 3 μmj qüvvəsi yaranır. Aşağı səthə çıxır hamısı 4 μmj qüvvəsi yaranır. Burada yəni 7 eləyir cavab. Y variantı.
Aşağı səthə çıxır 3 mu mg, yuxarıda da 2 mu mg və 5 ola bilər. A variantıdır. Burada fx, bu da fy'dir. Fx'imiz f kosinüs alfa, fx'imiz f sinüs alfadır. F sinüs alfa bunun üstündən basır. Dəyərli reaksiya qüvvəsi mg ilə f sinüs alfanın cəmidir. Onda sürtünmə qüvvəsi mu n olduğuna görə mu mg üstə gələk f sinüs alfadır. Eləmi? Onda A bərabərdir. F kosinüs alfadan çıxırıq. F sürtünməni bölürük M-ə. Yəni A bərabərdir. F kosinüs alfa çıxaq mu mg üstə gələk f sinüs alfa bölək m. Bu da bizim f kosinüs alfa çıxaq mu mg üstə gələk f sinüs alfa bölək m y variantımızdır. 57-ci sualda isə eyni məsələdə şəkil verilməsə də burada dartılır sözü var. Bax, burada bayaq qaldırırdı, indi isə dartılır. Bu cismi belə bir bucaqla deyir ki, üfüqi səthdə 20 kg 30 dərəcə 100 Newton qüvvə ilə dartılır. Həmən dartanda f kosinüs f sinüs alfa bunu yuxarı qaldıracaq. F sinüs alfa, bu isə f kosinüs alfadır. Və həmən bu düsturda burada çıxaq olacaq. Yəni üstə gələk çıxaqdan əvəz edəcək. Çünki dəyərli reaksiya qüvvəsi mg çıxaq f sinüs alfadır. Yəni A bərabərdir. F kosinüs alfamız bizi qabağa çəkən qüvvəmizdir. Çıxaq sürtünmə. Sürtünmədə də mg aşağı çəkir. Dəyərli reaksiya qüvvəsi yuxarı yönəldiyinə görə mu vuraq. N'in yerini yazırıq ki, mg çıxaq f sinüs alfa. mg çıxaq f sinüs alfa. Sinüs alfa bölək m-ə. Deməli, A bərabərdir. F kosinüs alfamız 100'ü vurduq, 0,85 edir 85. Çıxaq müümüz 0,1'dir. 0,1 vuraq. Mg'miz 200'dür. Çıxaq F sinüs alfamız, F'miz 100'dür. Sinüs alfamız da 0,5'dir. Burada verilib. Çıxaq 50. Bölək m'imiz yenə 20'dir. 100'dən 50 çıxsaq 150, 150'nin 0,1'ə vurduq. 15, 85'dən 15 çıxdıq 70. 70'i də 20'yə böləndə 3,5. 58-ci sualımızda avtomobil S tormoz yolunu V0 başlanğıc sürətlə asıllıq tormoz yolunun ən böyük qiyməti S tormoz artıq biz M V0 kvadratı bölək 2 F sürtünmə düsturunu bilirik və bizə F'in ən böyüyünü tapmaq üçün F sürtünmə bərabərdir M V0 kvadratı bölək 2S. Deməli bunun böyük olması üçün böyük, bax bu böyük, bu isə kiçik olmalıdır. Böyük, kiçik. Yəni yuxarı böyük, bu isə kiçik. V0'ın böyük, S'in isə kiçik. Bu iki nöqtəsinə düşdü. Ən böyük, V0'ın ən böyük olması üçün bax həmən bu düsturdan V0 bərabərdir kök altda 2F sürtünmə vuraq S bölək S tormoz bölək M düsturuna istifadə edirəm. Böyük olması üçün hər ikisi böyük olmalıdır. Böyük olması üçün bunlar hər ikisi böyük olmalıdır. Böyük. O da bir nöqtəsidir. B'dir. 60-cı sual. Yalnız sürtünmə qüvvəsinin təsiri ilə bu düsturu almışdır. S tormoz bərabərdir YK0 bölək F sürtünmə idi. Yəni düz mütənasibdir. 60-cı sualda və bir neçə dəqiqə fasilədən sonra arxasını çəkib YouTube'a yerləşdirəcəm.
61-ci sualdan davam edək. Deməli, bu tipdə iki məsələyə baxdıq. İndi isə burada qiymətlə verib. Deməli, bizim MG-miz olacaq 0.5 vuraq 10 bərabərdir 5 Newton. Bir də F bərabər 5 Newton var. Aşağı doğru 2 dənə 5'dir. Deməli, bu bərabər sürətli düşürsə, sürtünmə bunların cəmidir. Yəni 5 plus 5 bərabərdir 10 Newtondur. Sürtünmə qüvvəsi 10 Newtondur. Lövhəni maqnitə sıxan qüvvə. Bu maqnit lövhəyə sıxan qüvvə bu dayağın reaksiya qüvvəsinə bərabərdir. Yəni F maqnit bərabərdir elə N-ə. N də bərabərdir F sürtünmə bölək mü yer. Mü'miz də 0.25'dir. 10 bölək 0.25. Deməli 1000 bölək 25 cavab 40 edir. Y variantı. Burada isə ağırlıq qüvvəmiz MG'miz 0.5 vuraq 10 bərabərdir 5 Newtondur. F'miz 10 Newtondur. Deməli, sürtünmə qüvvəsi hərəkətin əksinədir. 10 çıxaq 5 bərabərdir 5. Yəni F sürtünmə bərabərdir 10 çıx 5 bərabərdir 5. Və bizə maqnit lövhəyə sıxan qüvvə lazımdır. Bu dayağın reaksiya qüvvəsinə bərabərdir. Bu dayağın reaksiya qüvvəsinə bərabərdir. Çünki perpendikulyardır. N bərabərdir F sürtünmə bölək mü, yəni 5 bölək sistem %25, 500 bölək 25 cavab 20. C. Yalnız sürtünmə qüvvəsinin təsiri ilə tormoz yolu asılı deyil. Nəyə görə? S tormoz bərabərdir V0 kvadrat bölək 2A'dır. Burada isə A'mız mü J idi. V0 kvadrat bölək 2 mü J. T tormoz da M-dən asılı deyil. Çünki T tormoz da bərabərdir V0 bölək mü J idi. Yəni V0 bölək A, V0 bölək mü J. Bizim 64-cü sualımız. 65-ci sualda üfüqi müstəvi üzərində cismə istiqamətində, sürət istiqamətində sabit dartı qüvvəsi təsir edir. Dartı qüvvəsi sürtünmə qüvvəsindən böyük olarsa, yəni bir cisim var, buna həm dartı qüvvəsi təsir edir, həm də sürtünmə qüvvəsi təsir edir hərəkətin əksinə. Və dartı qüvvəsi sürtünmə qüvvəsindən böyükdürsə, bu yeyinləşən hərəkət edəcək. Sabit olduğuna görə bərabər yeyinləşən. Deməli, burada cismə hərəkət sürət istiqamətinin sabit dartı qüvvəsi, sürtünmə qüvvəsi də sabitdir. Dartı qüvvəsi sürtünmə qüvvəsindən böyükdür. Şərti veribdir burada. 66 isə yenə eyni məsələdir. Sabit dartı qüvvəsi var və sürtünmə qüvvəsi əmsalı sabitdir. Dartı qüvvəsi də sabitdir. Ancaq dartı qüvvəsi sürtünmə qüvvəsindən kiçikdir. Onda bərabər yavaşlayan hərəkət edəcək. 67-ci sualda cismin sürətinin proyeksiyası bu yeyinləşən hərəkətdir. Buna 16 Newton dartı qüvvəsi təsir etsə, deməli dartı sürtünmədən böyükdür. Nəyə görə? Görür ki, yeyinləşəndir. Təbii ki, bərabər yeyinləşən hərəkətdir. Və bərabər yeyinləşən olduğuna görə bizim əvəzləyici qüvvəmiz 16 Newton dartı qüvvəmiz çıxar F sürtünmə qüvvəmizdir. Biz sürtünmə qüvvəsini tapırıqsa 16 çıxaq əvəzləyici qüvvəmiz, yəni MA-mız, MA əvəzləyici qüvvədir. 16 çıxaq 20 vuraq, A-mız 0.5'dir. V bərabərdir V0 üstəgələk AT 0.5, 16'dan 10 çıxanda cavab 6 edir. Çevrəcə bərabər sürətli hərəkətdə demişdik, sükünə sürtünmə qüvvəsi mərkəzi qaçma qüvvəsidir. Burada omega sabitdir, T sabitdir, N sabitdir. F bərabərdir MA, A-nın yerinə omega kvadratı R yazsaq, eyni kütləli cisimdirsə, yəni M konstantdır. M konstantdır. Buna görə düz mütənasibdir. F2 bölək F1 bərabərdir R2 bölək R1. R2'miz 2R'dir, R1'miz isə R'dir. Yəni bu mərkəzdən olan məsafədir, radius. 2R bölək R cavab 2'dir.
Cevap 2'dir. F2'nin F1 nisbəti 2'dir. D variantı. Və F2 bölü F1 nisbətini tapın. Eyni qaydada bu 3R'dir. Bu isə nədir? R'dir. F2 bölü F1 bərabərdir 3R bölək R. Cevap 3'dür. Cevap 3'dür. A variantı. Tormoz yolunu vermiştim. Başlanğıcımızın asıllıq diaqramındakı hansı nöqtə sürtünmə qüvvəsinin ən böyük qiymətinə aiddir? S tormoz bərabərdir V0 kvadratı bölü 2A. Bu da qeyd etdiyimiz kimi P0 bərabərdir MV0. Buradan V0 kvadratı bərabərdir P0 bölü M'in kvadratı. P0 kvadratı bölü M kvadratıdır. Ona göre de S tormoz beraberdir. P0 kvadratı bölü 2 M kvadratı A. Bu da P0 kvadratı M'amız F olduğuna göre 2M F. Bu F sürtünmə qüvvəsi yaxud tormozlayıcı bir qüvvədir. Sürtünmə qüvvəsi ən böyük dediyinə göre bu F demək sürtünmə qüvvəsi götürə bilərik. P0 kvadratı bölü 2 MS və ən böyük olması üçün deməli P0 ən böyük, S isə ən kiçik olmalıdır. Ən kiçik olmalıdır. Deməli bunun kiçiyi aşağıdır, bunun böyüsü sağdır. Sağ aşağı 5 nöqtəsi. Burada isə impulsun ən böyük qiymətinə uyğundur. Deməli buradan biz S tormoz bərabərdir P0 kvadratı bölü 2 M F sürtünmə yazsaq, P0 bərabərdir kök altında 2 M F sürtünmə vurulsun S-ə. Və gördüyümüz kimi başlanğıc impulsu ən böyükdürsə ən böyük. Burada həm F sürtünmə həm də S ən böyük. Bu da ən böyük. Hər ikisi ən böyük olmalıdır. Hər ikisinin ən böyük. Sağ yuxarı 4 nöqtəsi D variantı doğru cavabdır. Bu impuls qeyd etdiyimiz kimi bir neçə mövzudan sonra tədris olunur. Ona görə bu testi ilk dəfə işləyənlər üçün impuls çətin ola bilər. Sürtünmə qüvvəsi, amma impuls kütlə ilə sürətin ən hasilinə bərabərdir. Sürtünmə qüvvəsinin ən kiçik qiyməti deməli artıq biz S tormoz bərabərdir P0 kvadratı bölü 2 M F sürtünməni almışdıq. F sürtünmə bərabərdir P0 kvadratı bölü 2 M S. Bu kiçik olması üçün kiçik, bu kiçik, bu böyük olur. Böyük. P0'ın kiçiyi sağ, bunun böyüsü yuxarı 2 nöqtəsi. Cevab D variantıdır. Tormoz yolunun verilmiş cismə təsir edən sürtünmə qüvvəsinin asıllıq diaqramındakı hansı nöqtə şimdi başlanğıc impulsun ən kiçik qiymətinə uyğundur? Və biz P0 bayaq qeyd etdik. P0 bərabərdir kök altında 2M F vuraq S. Bu da F sürtünmə qüvvəsidir. Deməli, ən kiçik olması üçün hər ikisi ən kiçik olmalıdır. Bu kiçik olması üçün həm F sürtünmə kiçik olmalıdır, həm də S kiçik olmalıdır. Hər ikisinin kiçiyi 1'dir. Cavab 1'dir. A variantı. Dayağın reaksiya qüvvəsi burada mg'dir. Çünki yuxarı dayağın reaksiya qüvvəsi, aşağı mg və bunlar bir-birini tərəzləşdirməlidir. Bu F'in heç bir təsiri yoxdur. Aşağı mg yuxarı dayağın reaksiya qüvvəsidir. Yəni buna N2 yazaq, buna N3 yazaq. N3 mg'dir. N2 ilə F'in cəmi mg olduğuna görə N2 mg çıxaq F'dir. Burada isə F kosinus alfa, F sinus alfa üstündən təsir edir. N yuxarıdır, F sinus alfa aşağıdır, mg də aşağıdır. N1 bərabərdir. Mg üstə gələk F sinus alfa. Yəni burada şəkillərdən göründüyü kimi burada yuxarıdan aşağı bir hissə qüvvə təsir edildiğinə N1 ən böyük olacaq.
N2'yə təsirin qüvvəsi ağı olduğuna görə o yüngülləşdirib ağırlaşdırmaqda heç bir təsir göstərmir. N3 isə yüngülləşdirir. Yəni dayağın reaksiya qüvvəsi biz dayağı yük dayağı hansı qüvvə ilə sıxılırsa həmin qüvvəyə bərabərdir. Ona görə də 1 böyükdür 3, böyükdür 2, 1 böyükdür 3, böyükdür 2 D variantıdır 74'də. 75'də sürtünmə əmsalı 0,2 olarsa koordinatın zamandan asıllıq qrafikini tapın. Burada F sürtünməni tapaq. Mu mg bərabərdir 0,2 vuraq 10 vuraq 5. Cevap burada ilə 10 Newtondur. F dartı da 10 Newtondur. Deməli F əvəzləyici 10 çıx 10 bərabərdir 0'dır. İsmət ələsinin əvəzləyici qüvvəsi 0 olduğuna görə V bərabərdir konstantdır. İlə koordinatın zamandan asıllığı da düz mütənasibdir. Başlanğıc bir V 0 olduğuna görə onda x bərabərdir x0 üstəgələ Vt. Yəni müəyyən düz xətli bərabər sürətli hərəkətdir. Cavab B. Və x ox istiqamətində gedir. Gördüyümüz kimi sağa gedir. Bizim növbəti sualımız 76. F'imiz 10'dur dartı qüvvəmiz. Mu 0,4'dür. F sürtünmə bərabərdir. Mu mg 0,4 vuraq 4 vuraq 10. J'miz 10'dur. 16 Newton'dur. Dartı qüvvəmiz 10'dur. Sürtünmə 16'dır. 16'dır. Deməli yavaşlayır. F sürtünmə böyükdür. F dartı. Bu gördüğümüz kimi x oxu istiqamətində gedir və yavaşlayır. X oxu istiqamətində yavaşlayan. Burada da cevap A. Yəni sürətin zamanı asılı qrafiki olduğuna görə cevap A'da x oxu istiqamətində yavaşlayandır. Üfüqi səth üzərində 20 Newtonluq qüvvənin təsiri ilə hərəkət edir. Hansı qüvvənin 2 metr bileşəni qüvvə təsiri düz xətli bərabər yeyinləşən hərəkət edər. Düz xətli bərabər yeyinləşən hərəkət edər. Deməli, sürtünmə qüvvəsi burada göstərilibmi? Sim üfüqi müstəvidə 20 Newtonluq qüvvənin təsiri ilə düz xətli bərabər sürətli hərəkət edir. Hansı qüvvə? Deməli, burada düz xətli bərabər sürətlidirsə, F sürtünmə də F dartıya bərabərdir. Yəni 20 Newtondur. Artıq bir F qüvvəsi varsa, onda bu F sürtünmə bərabər 20 Newtonluğunda qalır və yeyinləşdiyinə görə F çıxaq 20 Newton, yəni sürtünmə bərabərdir MA olmalıdır. M'imiz də bizdə 5 kiloqramdır. F çıxaq 20 Newton bərabərdir 5 vur 2, yəni 10. F bərabərdir 30 Newton. C variantı 77'də C. 78-ci sualda cisimlər sabit F qüvvəsinin təsiri ilə üfüqi səth üzrə bərabər sürətlə hərəkət edir. Birləşdirən ip kəsildikdə dərhal sonra cisimlər aldıqları təcillər. Deməli, bunlar düz xətli bərabər sürətlə hərəkət edirsə və bir F dartı qüvvəsi varsa, deməli, burada geri doğru bir sürtünmə qüvvələri var. Deməli, bu sürtünmə qüvvələri hər ikisinə təsir edir və ikisinə təsirin sürtünmə qüvvələrinin cəmi nəyə bərabərdir? F'ə bərabərdir. F sürtünmə 1 ilə F sürtünmə 2'nin cəminə bərabərdir. Və ip qırıldı. İp qırılsa deməli F böyükdür. F sürtünmə 1 olduğuna görə, çünki ikisinin cəmidir. 1 yeyinləşəcək. Daha yeyinləşər. Bu 2 isə yalnız sürtünmə qüvvəsi təsir etdiyinə görə yavaşlayır. Və təcilləri, birin təcili sağa, ikinin təcili sola. Nəyə görə? Çünki bu da F sürtünməni üstələyir deyənə sağa, ikinci isə yalnız sürtünmə qüvvəsi təsir edirsə sola. Yəni təcilləri sağa, sola. Sağa, sola. Y variantı. Yəni bu da necə hərəkət etdiyini demir. Bu sualda 10 Newton dartı qüvvəsi təsiri və A-nı tapsa 15/6 15/5 bərabərdir 3'dür. A bərabər delta V bölək delta T düsturuna görədir.
Əvəzləyici qüvvəmiz F əvəzləyici bərabərdir MA 2 vuraq 3 bərabərdir 6 Newtondur əvəzləyici qüvvəmiz və bizə deyir ki cisimlər səthəsində sürtünmə əmsalını tapın, onda sürtünmə qüvvəsini tapaq. Yeyinləşən olduğuna görə deməli F əvəzləyici bərabərdir F dartı çıxaq F sürtünmədir, çünki daha böyükdür. F sürtünmə bərabərdir F çıxaq F əvəzləyici. F sürtünmə bərabərdir 10 çıxaq 6 bərabər 4 Newton. Onda F sürtünməmiz mu mg'dir. Bizə də A lazımdır, sürtünmə əmsal lazımdır. Mu bərabərdir F sürtünmə bölək mg. 4 bölək m'imiz nə qədər? 2, j'miz də 10'dur. Burada 4 bölək 20. Burada da 0,2. Cevap 0,2 A variantıdır. 79-cu sualda, 80-ci sualda üst-üstə qoyulmuş M1 8, M2 2 kilogram. Olarsa cisimlər arasında minimum sürtünmə qüvvəsini hesablayın. Yəni burada vəziyyət budur ki, bu F qüvvəsi hər ikisinə birlikdə təsir verir. M2-ni isə qabağa dartan həmən o F sükunət sürtünmədir. Ona görə 60 Newton ikisinin cəmi 8 və 2 10 kilogram təsir verir. F sükunət isə yalnız ikinciyə, yəni 2 kilograma təsir verir. Buradan F sükunəti hesablasaq 12 Newton almış oluruq. Yəni tənasüblə həll edirik. F'in ikisinin cəminə nisbəti sükunətin M2-yə nisbətidir. Yalnız sürtünmə qüvvəsinin təsirlə hərəkət edən cismin koordinat zonaslıq qrafiki verilmiştir. Sürtünmə əmsalını tapın. Burada gördüyümüz kimi A'mız 2'dir, yəni mənfi 2'dir. A bərabərdir mu j'dir. Yalnız sürtünmə qüvvəsi təsir edəndə mu bərabərdir A bölünsün J bərabərdir 2 bölək 10 0,2 cevap 0,2'dir. Yalnız sürtünmə qüvvəsi mənfi müsbət gördüyümüz kimi yavaşlayır. A'mız 2 vur 0,5 bərabərdir 1'dir. Mu bərabərdir A böl J'ye 1 böl 10'a bərabər sistemində 1'dir. Yalnız sabit sürtünmə qüvvəsinin təsirlə hərəkət edir. 4 saniyə sonra dayanır. Demək bu da A bərabərdir V0 bölək T. Çünki dayanıbdır. 20 bölək 4 bərabərdir 5'e. A bərabərdir mu J'dir. Mu da bərabərdir A bölünsün J bərabərdir 5 bölək 10. 0,5 və F bərabərdir 24 Newtondur. Dartı qüvvəsinin dəyişmənlə cismin üzərinə eyni kütləli ikinci yük qoyduqda sükunət sürtünmə qüvvəsi nəyə bərabər olar? Dartı qüvvəsi, bu da sükunət sürtünmə qüvvəsi dartıya bərabərdir. Deməli bu F bərabər F sükunətə. Bunu yüngülləşdirəndə hərəkətə gələ bilər. Amma bu 24, demək bu 24'dür. Yenə də 24'dür. Onda sükunət sürtünməsi dəyişməyəcək. Sükunətdə qaldığı müddətcə dəyişmir. Cavab 24 Newton. 24 Newton. Bizim 84. 85-ci sualımızda başlanğıc sürətin asılılıq qrafiki verilmişdir. Sürtünmə əmsalını hesablayın. Deməli A bərabərdir T bölək V0 demək sürtünmə qüvvəsinin təsirini göstərir. Tormuz müddətini nasıl? T tormuz bərabərdir V0 bölək A. A da bərabərdir V0 bölək T tormuz. V0 bölək T tormuz. Yəni məsələn 10 bölək 5 bərabərdir 2. A bərabərdir mu J'dir. Mu da bərabərdir A bölünsün J'dir. Və 2 bölək 10 0,2 və cismin başlanğıc sürətini tapın. S tormuz bərabərdir V0 kvadratı bölək 2A. A'nın yerinə mu J yazmışdıq. V0 bərabər kök altında 2 mu J S tormuz. V0 bərabər kök altında 2 vuraq. Mu'nu götürsək 0,4 0,4 vuraq. V0 bərabərdir kök altında 2 vuraq. 0,4 J'ni 10 götürsək, S'i də 50 götürürük o zaman.
50 beraberdir. Onu sıfırında 4'e vursak 4. 4 defa 2'nin 2 defa 50'nin 100. 4 üzerinde 400. 400'den çıktı. 20. Cevap 20'dir. Cevap 20'dir. Səksən yeddinci məsələdə sürtünmə qüvvəsinin təsirlə üfüqi səthdə burada cismin başlanğıc sürətinin yəni V0 bərabərdir. Kök altında köksüzdür. T bərabərdir V0 bölək mu J. V0 bərabərdir mu J T'yə. Mu'nu götürsək 0.4. J 10'dur, T de 10'dur. 4 defa 10'un 4, 40. 40 çıxdı, 40 metr bölək saniyə. Cismə təsirin sürtünmə qüvvəsi 20 Newton olarsa, dartı qüvvəsini tapın. Burada A-nı tapaq, yəni A-nın modunu 8/2/2. 8/2/2 bərabər, yəni bu 2-dən bu 8-dən bu 2-ni çıxır. 6/2 3. F əvəzləyici bərabərdir MA. 4 dəfə 3'ün 12, əvəzləyici qüvvəmiz 12 Newtondur. Sürtünmə qüvvəsinin 20 Newton ise dartı qüvvəsini tapın. Bu yavaşyandır, yavaşyan olduğu üçün deməli F sürtünmə böyükdür F dartıdan. Onda F sürtünmə çıxar, F dartı bərabərdir MA-ya. F dartı bərabərdir F sürtünmə çıxar MA-dır. F sürtünməmiz ne qədərdir? F sürtünməmiz burada biz 20 Newton olduğunu gördük. 20 çıxaraq 12 bərabərdir 8 Newton. 89-cu sualda 88-ci sualda 89-cu sualda hərəkət tənlikləri verilmişdir. Bu yeyinləşən, yavaş, yəni söhbət bərabər yeyinləşən, bərabər yavaşlayandan gedir və bərabər sürətli. Cismə təsirin dartı qüvvəsi sürtünmə qüvvəsindən böyükdür. Yeyinləşəndə 1A. Yəni yeyinləşən olduğu nədən bildik? Mənfi, müsbət yavaşayandır. Bu da 5 başlanğıc koordinatdır. Yəni T kvadratı gördüyümüz kimi yoxdur və böyükdür. Dartı qüvvəsi sürtünmə qüvvəsindən kiçikdir. Yavaşayanda B. Dartı qüvvəsi sürtünmə qüvvəsinə bərabərdir. Bərabər sürətlə C. Cismin impulsu artır yeyinləşəndə. İmpuls sürətdən demişdik, eyni dəyişir. Birincidədir, azalır, ikincidədir Y. AD, BY, AD, BY, o da C. Və 90-cı sualda bu gördüğümüz kimi dartı sürtünmədən böyükdürsə yeyinləşən olmalıdır. Yeyinləş, burada yavaşı, bu da bərabər sürətli. 1, 2, 3. 1 yeyinləşəndir. Deməli, mənfi, müsbət, ikisi də yeyinləşəndir. BC. A yavaşayandır. Mənfi, müsbət. D də yavaşayandır. Müsbət, mənfi. A'dır. Və Y bərabər sürətlidir. BC, A'dır, Y. Və nəhayət 91-ci sualda burada sürtünmə qüvvəsi F sürtünmə bərabərdir hesablamadır. Mu-mj, mu-mj. Deməli, mu-miz 0.1, J'miz 10'dur. Elədir 1, bu da 50. 50 Newton sürtünmə qüvvəsi təsirdir. 1 yavaşlayır. 50'dən kiçikdir. 2 bərabər sürətlidir. Bərabər sürətli 3 yeyinləşir. Deməli, yeyinləşənə 1, 2, 3. Deməli, yavaş, bərabər sürətli, yeyin və yeyinləşənə uyğundur. Bərabər yeyinləşəndən söhbət gedir. Çünki burada sabitdir. Sürtünmə əmsalı, burada qrafın sabit olduğu deyilməlidir. Bərabər yeyinləşəndə A'dır. Yeyinləşən A'dır. Bərabər yeyinləşən yavaşlayan Y'dir. Bərabər sürətli D'dir. EDA. Bu
hərəkətlər zamanı M1 kütləsi mətəsinin sürtünmə qüvvəsi üçün uyğunluğu müəyyən edin. Sim gedisi bu sükunət sürtünmə qüvvəsi həmişə dartı qüvvəsi ilə eyni istiqamətdə olur. Sükunət sürtünmə qüvvəsi dartı qüvvəsi ilə eyni istiqamətdə olur. Cisimlər X oxu boyunca hərəkət bərabər sürətlə hərəkət etdikdə A tərzi ilə yeyinləşən, X oxu boyunca A tərzi ilə yavaşlayan, A tərzi ilə yeyinləşən, yavaşlayan. Söhbət əvəzləyici qüvvə ilə eyni istiqamətdə olur. Bunu hələ ki burada tələsib çəkməyək. Yəni, sükunət sürtünmə qüvvəsi əvəzləyici qüvvə ilə eyni istiqamətdə olur. Və bir də burada çəkək. X oxu sağa yönəlib, F də sağa yönəlib. Burada bir cisim var. Deməli, bərabər sürətlə buna sükunət sürtünmə qüvvəsi necə olur? Deyək ki, təsir etmir. Əgər bərabər sürətlidirsə, aşağıda bir sürtünmə qüvvəsi var. Üstdəkinə sükunət sürtünmə qüvvəsi təsir etmir. 1A bərabər sürətlidir. Onun sükunət sürtünmə qüvvəsi təsir edən əvəzləyici qüvvədir. İkinciyə təsir edən sükunət sürtünmə qüvvəsi üstə 2 idimi? Bu 1 olsun. Birinciyə təsir edən sükunət sürtünmə qüvvəsi birinciyə təsir edən əvəzləyici qüvvədir. 2. İndi bunlar sağa doğru yeyinləşirsə, onda yeyinləşirsə, o da sağa yönələcək. EMA kimi təyin olunur, sağa yönəlir. 2B. Üstə isə yavaşlayırsa, sola tərəf yönəlir və EMA kimi tapılır. Yəni M1A kimi tapılır. M1 üstdəki olduğuna görə bu da D. Hər zaman ona təsir edən əvəzləyici qüvvəyə bərabərdir. Diqqətinizə görə minnətdarım.